Sağlamlıqla dolu bir gün arzusu ilə hər kəsi salamlayıram. Cüməniz mübarək. Gəldik yetişdik həftə sonuna. Həftə içi hər gün saatlar 12:30-u göstərirsə, demək ki, sağlam gün ay canlı qarşınızdadır. Faydalı söhbətlərimiz, tibbi biliklərlə zəngin müzakirələrimizi eşitmək istəyirsinizsə, siz də faydalanmaq istəyirsinizsə, o zaman ekrana daha yaxın əyləşin. Xüsusən də hal-hazırda qız analarını ekrana daha yaxın əyləşməyi rica edəcəm. Çünki bugün çox maraqlı, çox gözəl bir mövzudan məhz qız uşaqları barəsində bir müzakirəmiz olacaq dəyərli həkimimizlə bərabər. Elə onu sizə təqdim etmək istəyirəm. Bizim dəyərli həkimimiz, hansı ki bugün də bizlə bərabərdir, uşaq ginekoloqu, cərrah mama ginekoloq Xəyalə İsmailova. Xoş gördük sizi doktor. Xoş gördük, təşəkkür edirəm bir daha dəvətiniz üçün. Yəni hər həftə çalışıb uşaqlarda rastlanan bu xəstəliklərlə bağlı hansı simptomları gördüyümüz zaman narahat olmalıyıq və o zaman həkimə müraciət eləməliyik və yaxud da heç bir problem olmasa belə hansı yaşlarda rutin olaraq bir müayinəyə aparmalıyıq. Bu bizim üçün çox vacibdir. Valideynlərin maariflənməsi gələcəkdə bir çox xəstəliklərin qarşısını alır və vaxtında aparılmış müayinələr sonsuzluğun qarşısını alır. Yəni məqsədimiz də məhz gələcəkdə sonsuzluqdan əziyyət çəkən xəstələrin sayını azaltmaqdır. Və bugün də bu yolda addımlayacağıq Xəyalə xanımla bərabər. Doktorumuzun əlaqə nömrələrini artıq ekranlarınızda görürsünüz. 055 766 33 30 və doktorumuz Midland Hospitalda çalışır. Uşaq Ginekologiya Mərkəzinin yaradıcısıdır. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradılmasında çox böyük rolu, çox böyük əziyyəti var və elə onun həm Instagram səhifəsini, həm YouTube səhifəsini ekranlarınızda görürsünüz. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə fakültəsini fərqləndirməklə bitirib. 2004-2005-ci illərdə cərrah ixtisası üzrə internatura keçib. 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib. 2017-ci ildə Rusiyada uşaq ginekologiyası, 2020-ci ildə isə lazer ginekologiyası üzrə ixtisaslaşıb. Yeri gəlmişkən, elə bugün mövzumuzu çatdırandan sonra doktorumuzdan rica edəcəm ki, xanımların bizə çox sual verdiyi lazer ginekologiyası barədə də danışaq və bu müddət ərzində təbii ki, interaktiv şəkildə suallarınızı bizə göndərə bilərsiniz. Həm TikTok canlı yayımımızdan, həmçinin də 055 254 0106 qaynar xəttimizdən. Bir xatırlatmamız var. Gəlin onu izləyək. Dərhal sonra mövzumuzu elan edəcəm və müzakirəmizə başlayacağıq. Papilloma virusu ümumiyyətlə nədir? Papillomavirus son illərdə çox, belə deyək, çox acınacaqlı nəticələr verən bir virusdur. Hal-hazırki dönəmdə uşaqlıq boynu xərçənginin, yəni 95%-dən, hətta yuxarı deyərdim ki, səbəbi məhz papillomavirusdur. Cinsel yoluxan bir virusdur. Məsələn, körpə uşaqlarda yoluxma təbii doğuşdan analardan keçə bilir. Gigiyenik qaydalara düzgün riayət eləməyəndə, geyimlərini bir yerdə yuduqları zaman bu hallara gətirib çıxara bilir. Uşaqlıq boynu xərçəngi elə bir belə deyək xəstəlikdir ki, biz onun qarşısını ala bilirik. Peyvəndləmə çox vacibdir. Peyvənd proqramı 9 yaşdan 45 yaşa qədər aparılır. 9-14 yaşlar arasında olanda peyvənd 2 dəfə olunsa kifayət edir. HPV vaksini biz artıq kifayət qədər edirik bunu, belə deyim, öz təcrübəmizdə. Yan təsirləri yoxdur. Və Xəyalə xanım bizlə bərabərdir. Qeyd etmək istəyirəm ki, ötən mövzumuzda çox marağa səbəb olmuşdu. Həddindən artıq çox suallar gəlmişdi. Həm qaynar xəttimizə, həm TikTok canlı yayımımıza tamaşaçılarımızın maraq dairəsində olan bir mövzu oldu. İstəyərdim ki, o mövzuya da kiçik bir xatırlatma edək sizin dilinizdən. Keçən verilişimizdə polikistik yumurtalıq sindromu və papillomavirus haqqında danışdıq və istərdim qısaca onu deyim. Buyurun. Valideynlər hansı əlaməti gördükləri zaman, yəni müraciət eləməlidirlər ilk olaraq. Qızlarda həddindən artıq saçlarda yağlanma varsa, qızlarda əgər dəridə, yəni civzələrin üzdə, yəni dəridə bu problemlərin yaşanması və adət pozğunluqları. Bu əlamətlərdən hər hansı biri varsa, bu artıq bizi narahat edir ki, bu qızlarda polikistik yumurtalıq sindromu ola bilər. Və qısaca onu da deyim ki, peyvənd proqramı haqqında da ki, keçən verilişdə bu haqda daha geniş danışdıq. Qısaca deyim ki, peyvəndləmə mütləqdir, vacibdir. 9-12 yaşlardan başlaya bilərik, amma bizim ölkədə, yenə də deyirəm, 18 yaşdan sonra, yəni ilk cinsi münasibətdən öncəsində
qızlar da, oğlanlar da yəni peyvənd olunmalıdırlar. HPV-yə görə olan qardaçıl 9 peyvəndi heç bir yan təsiri yoxdur. Biz bu peyvəndi edərək uşaqlarımızı gələcəkdə, yəni belə deyim, həm oğlanları, həm qızları qorumuş oluruq. Oğlanlarda çox az, belə deyim ki, onkoloji yaratma ehtimalı çox faiz olaraq aşağıdır. Faiz oranı çox aşağıdır, amma qızlarda isə yüksəkdir. Ona görə də biz bu peyvəndi edərək, yəni qızlarımızı uşaqlıq boyunu xərçəngindən qorumuş oluruq. Əlavə suallarınız yaranarsa, o zaman dəyərli Xəyalə xanıma ünvanlaya bilərsiniz. Qeyd etdiyim kimi, əlaqə nömrələri ekranlarda və hal-hazırda TikTok canlı yayımından bizi izləyən tamaşaçılarımızı da salamlamaq istəyirəm. Onlar üçün də nömrə artıq qeyd olunur: 055 766 33 30 və uşaqlarda ginekoloji problemlər arasında tez-tez rast gəlinən bir mövzuya danışacağıq. Çox təəssüf ki, tez-tez rast gəlinsə də biraz diqqətdən kənar qalan bir mövzudur, diqqətdən yayınan bir haldır. Qız uşaqlarında vulva vaginitlərdən danışacağıq. Bugün həmçinin sinihiyə, hansı ki, bu barədə də valideynlər bizə yazıblar, xüsusən də 1-7 yaş arasında olan qız qrupu arasında və valideynlərin ən çox bu yaş qrupunda bu problemi gördükləri, həkimlərə müraciət etdikləri, bəzən həkimə müraciət etməyib, özləri müdaxilə etmək istədikləri və bəzən də fəsadlarla yadda qalan bir hallardan danışacağıq. Təbii ki, dəyərli mütəxəssisimizi eşitməyə ehtiyacımız var. Doktor, söz sizdədir. Vulva vaginitlər ümumiyyətlə nədir? Xarici cinsiyyət üzvündə uşaqlıq yolunun iltihabı xəstəliyidir. Biz bunu daha çox reproduktiv dövrdə olan qadınlarda rastlayırıq. Amma uşaqlarda olurmu? Bəli, olur. Mən öz təcrübəmdən deyə bilərəm ki, yəni bizə vulva vaginitli, yəni uşaqlar çox müraciət edir. Valideynlər bu problemlə ki, mütəmadi olaraq biz uşaqlarda, yəni alt geyimində də bunu hiss edirik, axıntı, qaşınma, bu kimi diskomfort əlamətlər var, qızartının olması. Yəni bir müddət xüsusi kremlərdən istifadə etdik, amma yenidən dönə-dönə təkrarlanır. Yəni bu nə deməkdir? Bu uşaqlıq yolu, vulvanın florasının yorlanması nəticəsində ola bilər, hər hansı bir mikroba yoluxması nəticəsində ola bilər və yaxud da qrip olub uşaq, tutaq ki, başqa bir xəstəliyi var, antibiotik olunub uşağa. Bu fonda, yəni vaginal floranın yorlanması nəticəsində bakterial vaginoz da formalaşa bilər. Yəni vulva vaginit deyiriksə, bu zaman birinci simptom yanma, qaşınma, diskomfort və axıntı. Yəni bu əlamətlərdən hər hansı biri varsa, bu xəstəliklə rastlaşa bilərik. Doktor, iltihab əlaməti mütləq mi olmalıdır, yoxsa təkcə allergik reaksiya kimi qızartı və qaşınma ilə məhdudlana bilər? Bir fon allergik də ola bilər. Yəni biz bu zaman ona görə dəqiq diaqnoz qoymamız üçün qızlarda, yəni biz müalicə edib baxmırıq ki, müalicə edək, antibiotik verək, kömək eləməsə keçək allergi, belə deyil. Uşaqlarda böyüklərdən fərqli olaraq maksimum medikamentoz, yəni dərman müalicəsi az almamız üçün biz, bəli, uşaq orqanizmidir, vulvadan mütləq yaxma götürülür. Biz bu müayinələri etdiyimiz zaman mütləq qız analarının da iştirakını, yəni təmin eləyirik. Çünki biraz Azərbaycanda yaşayırıq, bu milli mentalitet məsələlərinə görə hətta uşağı valideyn gətirməsində belə tərəddüd edir ki, mən həkimə aparım mı, aparmayım mı, yəni belə bir müayinə olunacaq və buna görə mütləq valideynlərin iştirakını təmin eləyirik və müayinə zamanı özləri də görür. Biz onun müayinə qaydasını hətta göstəririk valideynlərə ki, nəsə bir problem olub olmadığını, kiçik uşaqda yudduğunuz zaman necə eləməlisiniz? Məsələn, gigiyenik qaydalara düzgün əməl olunmadığı zaman da vulva vaginitlər olur. Məsələn, arxadan önə yuyunduğu zaman biz əkilmə nəticəsində, məsələn, çox faiz olaraq ən çox rastlaşdığımız kandidadır, bağırsaq çöpləridir. Bağırsaq çöpləri də artıq o deməkdir ki, məsələn, çox qalırsa, əgər uşaqları pampersdə çox saxlayırlarsa, 3 yaşa qədər, məsələn, uşaq pampersdə qalmamalıdır. Müəyyən bir yaşdan sonra, yaş yarımından sonra bu vərdişləri artıq uşağa öyrətmək lazımdır. Yəni, nə qədər çox qalırlarsa, bir o qədər yoluxma, yəni vulvaginit yaranma ehtimalı çox olur. Yəni bezlərdən vaxtında imtina etmək lazımdır. Vaxtında imtina etmək lazımdır. Bu bir səbəbdir. İkinci səbəb ola bilir, məsələn, hansısa bir xəstəliyə görə antibakterial müalicələr aparılır, kandida başlayır vaginada və yaxud da normal floralarında həddindən artıq, məsələn, yuyunan uşaqlarda valideyn hər sidiyə getdiyi zaman uşağı yumamalıdır. Məsələn, hər sidiyə getdiyi zaman, yuduqları zaman vulvanın florasını korlamış oluruq. Yəni, daha çox səhər və axşam 2 dəfə gecə yatanda mütləq edir. və belə deyim, sidik ifrazı zamanı biz bunu nəzərə almalıyıq ki, yəni hər sidik ifrazı zamanı uşağı yuyarıqsa və yaxud o gigiyenik vasitələrdən də çox istifadə edəriksə, selikli qışanı süni şəkildə elə bil aşılamış oluruq və hər dəfəsində bu normalda yaşayan bakteriyalar ki var, laktobasillar ki qoruyur normal floramızda,
onları yuduğumuz zaman uşaqlarda artıq belə deyim də qoruyucu bakteriyalar olmadığı üçün həm pH dəyişir, vulvada, vaginada pH-ımız dəyişir, həm də bu əlavə olaraq kənardan daxil olacaq infeksiyanı qorumaq üçün bakteriyalarımız olmur. O qədər gözəl məqama toxundunuz. Çünki belə analar var, çox biraz vasvası, çox təmizkar və hər dəfəsində müəyyən yuyucu, xüsusi uşaqlar üçün alırlar vasitələr, amma nəzərə alın ki, onlar da kimyəvi maddələrdən ibarətdir. Yenə də övladınızın o pH dəngəsini, pH normasını pozacaq və təbii ki, ziyan vuracaq. Bu zamanda bir mümbit şərait yaranmış olurdu, elə bir yaranması üçün. Süni şəkildə özümüz şərait yaradır və çox vaxt vulvovaginitli xəstələri, məsələn, uşaqları gətirən valideynlərdir ki, məndən titiz adam yoxdur, mən o qədər uşağı təmiz saxlayıram, yürəm. Mən hər dəfəsində də vurğulayıram ki, elə bu o qədər də normal bir şey deyil. Yəni, deyə bilərik ki, elə uşaq var, çox yuyunur və yaxud da heç gigiyenasına əməl olunmur, amma onda problem yaşanmır. İndividualdır, hər orqanizm, immun sistemi bir deyil. Məsələn, xəstədən xəstəyə fərq olur. Biz vulvadan əkilmə etdiyimiz zaman burada məqsədimiz həm törədicini bilməkdir, həm də həssas antibiotik ki, yəni bilək ki, hansı qrupla biz müalicə etdiyimiz zaman dəqiq olaraq ki, yəni bu problemi aradan qaldıracaq. Doktor, hansı yaş qrupunda daha çox görünür vulvovaginitlər? Əslində 18 yaşa qədər bütün yaşlarda ola bilir. Lakin daha çox rastlaşırıq 4-5 yaşlara qədər və bunu da deyim ki, bu yaşdan asılı olaraq nəyə görə deyirik? Məsələn, pampers müddətində bezlərin müddətində çox rastlaşırıq və bir də ən çox uşaqlara ki, bu yeni öyrədilir, özlərinin yumalarını, gigiyenalarına özləri əməl eləyir. Bu müddətdə biraz düzgün olmayan yanaşma diqqətli nəzərdə, yəni olunmalıdır, nəzərdə saxlamalıyıq, bağça müddətində nəzərdə saxlamalıyıq. Bu hallarda daha çox rastlaşırıq və biz spesifik müalicəmizi apardıqdan sonra və mütəmadi olaraq bu xəstəlik təkrarlanırsa, analara həmişə deyirik, burada səbəb nə ola bilər? Müalicə edib, törədici müayinə etdik, müalicə etdik, yəni törədici belə tapılmadı. Səbəblər nə ola bilər? Allergik təsir ola bilər. Belə uşaqlarda şəkərli diabet ola bilər. Bəzən məsələn bizə adi gəlir ki, vaginadan axıntıdır, yüngül iltihab var, qızartı var. Siz təsəvvür edin ki, valideynlər bilməlidir ki, bu şəkərli diabetin bir əlaməti də ola bilər. Demək, iltihab, yüngül axıntı qız uşaqlarında şəkərli diabetin göstəricisi ola bilər. Çox vaxt bunu heç kim yaxın buraxmır ki, uşaqda şəkər ola bilərmi? Bəli, ola bilir. İkinci bir səbəb, məsələn, uşaqları köpüklü vannalarda otuzdururuq yuduğumuz zaman. Bu zaman vaginaya xüsusi o ətir vasitələridir, gigiyenik vasitələrdir, daxil ola bilir. Nəzərə alaq ki, onlar rəngli, kimyəvi maddələrdən ibarət. Həmin bu vasitələr selikli qışaya daxil olduqdan sonra selikli qışada dəyişiklik yarada bilir, orada zülallarda denaturasiya yaradır və bunun nəticəsində iltihabı proseslər yaranır və bu da bir səbəb olur. Çünki vannadan yuduğumuz zaman vaginadan o vasitələr tam təmizlənməyə bilirik ki. Buna görə də bu da bir səbəb ola bilir. Biraz bu məqamlara daha diqqətli yanaşmaq lazımdır. Adi su ilə yuyulmaq ən yaxşı, daha gözəldir. Adi su ilə yuyulmaq daha düzgünüdür. Qız anaları mən əminəm ki, indi çox diqqətlə dinləyirlər doktorumuzu. Və bu əlamətlər olub, müalicə olunmadığı zaman nə baş verə bilər? Məsələn, bu vulvovaginitin özünün müalicəsi aparılmadıqda gələcəkdə boruların tutulması. Boru tutulması da bilirik ki, sonsuzluğa gətirib çıxarır və burada artıq biz təbii yolla yox, düşünürük ki, hansı vasitələrlə gələcəkdə ana ola bilər. Yəni, bugünkü gündə vulvovaginitin müalicə olunmaması mən öz təcrübəmdə görmüşəm, keçən verilişdə də onu paylaşdım. Təcrübədə olduğum dönəmdə belə borularda, uşaqlarda irinli iltihabı proseslər ultrason müayinəsində də görünüb, uşağa temperatura belə verir, kəskin qarın verir və boruların bu cür irinli böyüməsi ultrasonda normalda, çünki uşaqlıq borusu görünmür ümumiyyətlə böyüklərdə də. Amma orada irinli iltihabı proses artıq ultrason müayinəsində boruların böyüməsi görünür və belə halda yalnız cərrahi olaraq tubektomi olunur hətta. Yəni acınacaqlı nəticələri də ola bilir. Qorxuzmaq istəmirəm, amma vaxtında düzgün yanaşma bizi bir çox xəstəliklərdən qorumuş olur. Doktor, mən mövzunu elan edəndə söylədim ki, qız uşaqlarında vulvovaginitlərdən və sinixiyadan da danışacağıq. Hal-hazırda bunu yazan valideynlər var ki, bu nədir? Bizə də bu diaqnoz qoyulub. 3 yaşında bir uşağın valideyni yazır və yazır ki, mən nə etməliyəm, başımı itirmişəm, bilmirəm nə edim. Yəni bu halda ümumiyyətlə sinixiya nədir? Gəlin bu barədə məlumat verək. Sonra bunu aradan qaldırmaq üçün hansı vasitələrdən istifadə olunur? Elə vulvovaginitin bir ağırlaşması da sinixiyadır. Sinixiya nədir? Bu bitişmədir. Bitişmə xəstəliyi. Bitişmə necə baş verir? Xarici cinsiyyət üzvündə kiçik cinsi dodaqların birləşməsidir. Bu, anadan gəlmə olmur. Adətən 2, 3, 4 yaşlara qədər çox rastlanır.
dediyimiz kimi selekli qışa aşılandığı zaman selekli qışada bir-birinə bitişmə baş verir. Hətta elə bir vəziyyət ola bilir ki, məsələn, uşaqlar sidiyə gedə bilmir. Və yaxud da valideyndir ki, hər sidiyə getdiyi zaman xüsusi bir formada oturur. Yəni, elə bir forma alır ki, mən baxıram ki, nəsə normal deyil və yaxud da uşaqları yuduqları zaman, baxdıqları zaman ana özü belə tam başa düşmür. Deyir, baxdım ki, 2 qızım var, quruluş olaraq eyni deyil, nəsə fərqlidir. Əvvəl belə bilmirdim. Nə var uşaqda özüm belə bilmirəm. Müayinə etdiyimiz zaman sinekyanı aşkar eləyirik. Sinekyadan qorxmaq lazım deyil. Sadəcə bir çox hallarda bizə bu cür müraciət edən valideynlər olub ki, ginekoloq həkimə müraciət elədik, dedilər ki, bu böyüdükcə öz-özünə keçəcək, bu belə bir şey. Xeyr, belə bir şey mümkün deyil. Çünki böyüdükcə bu get-gedə qalınlaşır və vulvanı demək olar ki, örtmüş olur. Təsəvvür edin ki, uşaq sidiyə belə gedə bilmir. Mənim, məsələn, təcrübəmdə hardasa 60-70-ə yaxın sinekyalı, yəni uşaqlarım olub. Erkən dönəmlərdə estrogen tərkibli gellərlə belə istifadə edirik, bir ay ərzində açılır. Amma gecikmiş mərhələlərdə biz onu küt və yaxud da it üsulla açırıq. Keçən həftə ilə öz pasiyentim oldu. Məsələn, heç təcrübəmdə bu yaşda 6-7 yaşı var idi, səhv eləmirəmsə. Heç öz Instagram səhifəmizdə də paylaşırıq bu haqda. Yəni, məlumatlandırırıq. Biz ginekoloji səhifə olduğumuz üçün detal hər şeyi paylaşa bilmirik. Amma məlumat olaraq, informasiya olaraq dedik ki, yəni bu yaşlarda çox az olur, amma təcrübəmizdə oldu. Bu zaman isə uşaqları yəni ayıq şəkildə eləmədik, sedasiya altında etdik. Nə üçün? Çünki bu yaşda artıq yadda qalan yaşdır. Yəni bu uşaq görsə ki, biz ona hər hansı bir müdaxilə edirik, psixoloji olaraq sarsıntı keçirər. Bu uşaqlarda bəli, gələcəkdə vaginizm ola bilər. Bu uşaqlarda bir həkimdən qorxu ola bilər. Çox tez bir vaxtda 3-5 dəqiqə ərzində sedasiya altında valideynin də iştirakını təmin edərək proseduru etdik və valideyn özü də bunu baxdı ki, mən onu da yəni belə deyim, etdiyim zaman mütləq valideynlərə deyirəm ki, siz birinci nə əlamət olanda bilin ki, artıq başlayıb. Çünki sinekya residiv verən bir xəstəlikdir. Yəni biz bir dəfə açdıq, heç vaxt olmayacaq deyə bir şey deyil. Yəni təkrarən yarana bilir, amma o bir günə, 2 günə yaranmır. Ən azı bir ay, 2 ay keçməlidir. Amma bunun qarşısını almaq olar da olur. Bəli, yolunda dedik. Xüsusi elə gellər də təyin elədik ki, bunlardan istifadə edəcəksiniz və uşağı yuduğunuz zaman bir müddət nəzarətdə saxlayacaqsınız ki, yenidən eyni hal təkrarlanmasın. Və bir də bunu deyim ki, ümumiyyətlə sinekyalı uşaqlarda biz o dediyim kimi sedasiya altında proseduru etməyimizdə məqsəd, çünki təcrübəmizdə belə xəstələr olub ki, məsələn, vaginizmlə müraciət edib, əlbəttə bunlar ailə qurandan sonra bu problemlərlə rastlaşırlar. Vaginizm nədir? Cinsi əlaqə qorxusudur. Yəni, ailə qururlar, müəyyən bir illər keçir ki, münasibətdə ola bilmirlər. Biz onlardan anamnez topladığımız zaman aşkar olunur ki, məsələn, uşaq yaşında hər hansı bir problemlə üzləşib, bu zaman zorakılıq da ola bilir, bunlardan biri hər hansı bir genital prosedur da ola bilir ki, məsələn, olub həkimdə qorxub, ondan belə bu fikrə yetişə bilirlər. Ümumiyyətlə, vaginizm bir, belə deyim, baskı altında böyüyən qızlarda, biraz psixoloji zəif qızlarda daha çox rastlanır və ona görə də çalışmaq lazımdır ki, bu problemi aradan qaldıranda onu da düşünək ki, sonrasında bu qızlar ailə quracaq, bu problemlə üzləşməsinlər. Çünki dəfələrlə təcrübəmizdə vaginizmli, yəni müraciət edən xanımlar olub ki, illərlə ailəli olublar, münasibətləri olmayıb, amma 3 seansla, 3 gün ərzində bu problemi çözmüşük. Yəni, ailəsi dağılanlar olur buna görə. Hətta belə xəstələrimiz olub ki, bir dəfə ailəsi dağılıb, ikinci dəfə ailə quracaq, müraciət ediblər və biz bunu 3 gün ərzində, yəni seanslarla aradan qaldırdıqdan sonra yəni baxıblar ki, biz necə olur ki, hətta xəstəliyin belə nə olduğunu bilməyənlər olur. Sadəcə indi sosial şəbəkələrdən, düzdür, müsbət tərəflərin, mənfi tərəflərini deyirik həmişə, sosial şəbəkələrdən də bu haqda məlumat toplayıb bizə müraciət ediblər ki, belə bir problemimiz var, doktor, siz yazmışsınız 3 gün ərzində müalicə olunur, edə bilərikmi və problemi tam çözmüşük və problem aradan. Hal-hazırda ilə bununla bağlı siz mövzuya giriş edən kimi yazan xanımlarımız oldu. Mən doktorun əlaqə nömrəsini sizin üçün bir daha qeyd edirəm. 055 766 33 30. Və biz həm qız uşaqlarında vulvovaginitlərdən danışdıq, həm sinekyadan danışdıq. Mən istəyirəm doktor qısa olaraq, indi lazer müalicəsinə keçəcəyik. Mən istəyirəm qısa olaraq qız uşaqlarında bu problemlərin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görə bilər valideynlər? Bu barədə məlumat verək.
Çünki valideynlərin çox maraq dairəsində olan bir mövzudur. Xüsusən də qız analarına buradan səslənirik. Bax, hal-hazırda doktoru çox diqqətlə dinləməkdə böyük fayda var. Buyurun doktor. Qızlarda əgər adət pozğunluğu varsa, axıntı, qaşınma, qızartı varsa, erkən cinsi inkişaf varsa, 9 yaşdan öncəsində adət başlayıbsa və yaxud 15-16 yaşa çatıb adət yoxdursa, bu kimi əlamətlər varsa, mütləq əlaməti hiss etdiyimiz zaman həkimə müraciət edirik. Amma heç bir şikayət yoxdursa belə, 15-16 yaşda mütləq uşaq ginekoloquna yəni müayinədə olmalıyıq. Nə üçün? Bəzi xəstəliklər var ki, heç bir əlamət vermir. Sadəcə biz bunu müayinə zamanı aşkar edirik və 18 yaşa qədər bunun problemi, yəni müalicəsi var. 18 yaşdan sonra, ailə qurduqdan sonra və yaxud da ondan sonra müraciət etdikləri zaman bu problemin həlli artıq gecikmiş olur. Ona görə heç bir şikayət olmasa belə 15-16 yaşlarda bir rutin müayinədən keçməliyik. Doktor, və son illərdə ginekologiyada lazer texnologiyasının rolu əvəzsizdir. Yəni, bunun tətbiqi çox genişlənmişdir. Bu haqda bizə xanımlar həddindən artıq çox suallar verirlər və bəzən belə onlara qaranlıq məqam kimi gəlir ki, bu lazer ginekologiyası nədir və bununla hansı cərrahi işlər görülür? Bu barədə mən istəyərdim məlumat verəsiniz. Əslində lazer ginekologiyası, yəni tibb tarixində son nailiyyətlərdən biridir. Bizdə lazer artıq, belə deyim, 7 ildən çoxdur ki, klinikamızda, yəni karbon dioksid lazer aparatından istifadə edirik. Bu bizim üçün çox belə önəmli. Sizə deyərdim ki, biz bu yəni vasitədən istifadə etdiyimiz zaman artıq görürük ki, nə qədər yəni tibbdə inkişaf var. Biz öncələr cərrahi qanlı əməliyyatlar edirdiksə, bugünkü gündə yəni erkən mərhələlərdə artıq uşaqlıq sallanmasıdır, ön arxa, yəni belə deyim, sistoselidir, rektaselidir. Bunlar da nədir bir belə deyim, tibbi terminlərdən çalışacağam, az istifadə edeyim. Sidik kisənin sallanması, düz bağırsağın sallanması, uşaqlığın sallanması. Bunları erkən dönəmdə artıq biz lazer üsulu ilə qansız, kəsiksiz, narkozsuz belə deyim, bunu problemi aradan qaldıra bilirik. Ayda bir dəfə olmaqla 3 seans icra olunur. Mən sizə deyim ki, bizə indi bu Azərbaycanda son 7-8 ildir ki, başlamışıq bu müalicələrə. Xarici ölkələrdə, biz təcrübədə olduğumuz zamanda görürük, xarici ölkələrdə ildə bir dəfə bütün xanımlar, necə ki biz indi kosmetoloji baxıma gedirik, ildə bir dəfə müəyyən bir prosedurlar etdiririk, cavan qalmamız üçün, eyni halda genital sistemində də artıq biz bunu lazerlə icra edə bilirik. Yəni, uşaqlığın sallanması bir günə baş vermir. Burada doğumlardan sonra bağlar zəifləyir, yaşla bağlı estrogenlər azalır, ağır qaldıran xanımlarda, çox idmanla məşğul, belə deyim, kökəli barıqlayan qadınlarda çox ağır yük qaldıran, yəni xüsusi idman növləri var ki, ağır qaldırılır. Yəni, bu hallarda ola bilir. Biz amma ildə bir dəfə biz bu karbon dioksid lazerlə belə deyim, bu prosedurlarımızı vaginal rejuvenasyon deyirik. Bu proseduru icra ediriksə, artıq bizə vaginoplastik əməliyyatına ehtiyac qalmır. Amma əlbəttə ki, elə olur ki, bizə elə bir stadiyada müraciət olunur ki, 3-cü, 4-cü stadiyada, məsələn, sidik qaçırmanın özü olsun, bunun əlamətidir. Yəni, ağırlaşdırılmış mərhələdə artıq? Bəli, ağırlaşdırılmış mərhələdə biz artıq, belə deyim, cərrahi etməli oluruq. 3-cü, 4-cü mərhələdə, məsələn, cərrahi vaginoplastik edirik, ön-arxa kalparafiya, sidik qaçırmalarda tot əməliyyatı icra edirik. Hansı ki, sidik qaçırmanın erkən mərhələlərində, onda bilirik ki, formalar var. Stres inkontinens, öcin forması, yəni askıranda, öskürəndə, müəyyən güləndə, yəni sidik qaçırmalar olur kiçik porsiyalarla. Bu da xanımları müəyyən qədər, belə deyək ki, bir özgüvənsizlik yaranır, narahatçılıq yaranır, cəmiyyət arasına çıxa bilmirlər. Xüsusən yaşlılar, yaşlı xanımlarda, məsələn, ürək xəstəsi olan yəni, pasiyentlərimiz olur ki, biz onu cərrahi edə bilmirik. Normalda tot əməliyyatı edib, məsələn, bu problemi aradan qaldırırdıqsa, əks göstərişi var cərrahi əməliyyatı üçün. Belə xəstələrdə karbon dioksid lazer üsulu ilə sidik qaçırmanın müalicəsi çox əvəz olunmaz bir müalicədir. İndi bizdə şəkərli xəstələrimiz də gələ bilir, hansı ki, cərrahi əməliyyat edə bilmirdik, müəyyən şəkəri normada saxlaya bilmədiyimiz hallarda. İndi artıq şəkərli xəstələrdə, yaşlı, yəni hipertenziyalı xəstələrdə, yəni təzyiqi olan xəstələrdə, ürək problemi olan xəstələrdə də çox rahatlıqla karbon dioksid lazerlə bu problemi çözə bilir. Yəni, həm estetik korreksiyalar etmək üçün, həm də effektli bir müalicə etmək üçün lazer texnologiyası müasir tibbdə bizim doktorlarımızın köməyinə çatır. Doktor, mən sizə təşəkkür edirəm.
minnətdaram və 055 766 33 30 doktorumuzun əlaqə nömrəsidir və qeyd edim bir daha doktorumuz Xəyalə İsmailova, uşaq ginekoloqu, cərrah mama ginekoloq, Mediland Hospitalda ilk uşaq ginekologiya mərkəzi, Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcısıdır. Hal-hazırda fəaliyyət göstərir. Artıq uzun illərdir ki, fəaliyyət göstərir və buradan qız analarına səslənirəm. Mütləq qızlarınızı müəyyən yaşda, yəni bəzən doktor bayaq qeyd elədi ki, müəyyən əlamətlər var ki, ondan sonra aparmaq olar. Bəzən isə profilaktik müayinə üçün, qızınızın gələcəyinin daha sağlam olması üçün müraciət eləyə bilərsiniz. Bu mərkəzə məhz uşaq ginekologiya mərkəzidir və elə rəhbəri də dəyərli Xəyalə xanımdır. Söhbətimiz davam eləyəcək. Suallar həddindən artıq çoxdur. Qısa aradan sonra elə sizin suallarla davam edəcəyik. Proqramımız canlı davam edir. Həm qaynar xəttimizə, həm TikTok canlı yayımımıza çox sayda suallar gəlib. Çünki hal-hazırda studiyamızın dəyərli həkim qonağı uşaq ginekoloqumuz, cərrah mama ginekoloq Xəyalə İsmailovadır. Azərbaycanda ilk uşaq ginekologiya mərkəzinin yaradıcılarından biri, hansı ki Mediland Hospitalda fəaliyyət göstərir. Xəyalə xanım, bir daha xoş gördük sizi. Mən istəyirəm keçim suallara icazənizlə. Hal-hazırda bir izləyicimiz yazır, Əlizadə adı ilə. Uşaqlıq boruları açıldıqdan sonra bağlana bilərmi? Mən istəyərdim bu sualı aydınlıq gətirək. Çünki bu suala oxşar bir çox sual hal-hazırda qaynar xəttimizə və bizim canlı yayımımıza gəlməkdədir. Uşaqlıq boruları bilirik ki, çox vacibdir. Yəni hamilə qalması üçün xanımların açıq olmalıdır və uşaqlıq borularının bağlı olması birbaşa, yəni sonsuzluq yaradan bir səbəblərdən biridir. Boru açıldıqdan sonra yenidən bağlana bilər. Çünki borunun bağlanmasına artıq bir səbəb var. Hər hansı bir infeksiya, əsasən xlamidiya infeksiyası səbəb ola bilər daha çox. Yəni bir çox, yəni infeksiyalardan sonra yarana bilər. Bayaqdan dediyimiz o xəstəliklər, iltihabi proseslərdən sonra yarana bilər. Bunu laparoskopik üsulla açıla bilər. 2 ay, hətta 3 ay sonrasında belə bağlandığı hallar olur. Və bir də onu da vurğulayım ki, boruların açılması ümumiyyətlə indi yeni üsulla edirik, ağrısız şəkildə. Normalda xanımlar boru müayinəsindən qorxur ki, ağrılı prosedurdur. Amma hal-hazırda son yeni üsullarla ayaqüstü boru müayinəsi aparırıq ki, biz Mediland Hospitaldakı, yəni tam ağrısız şəkildə aparılır və prosedur zamanı hətta elə olur ki, o kiçik dozlarda ki, maye vururuq, kontrast maye ki vururuq, onu bir balaca belə deyim ki, əlbəttə vizual olaraq baxıla-baxıla, yəni rentgende müəyyən qədər biz təkan edərək boruları aça da bilirik. Yəni, əgər yeni bağlanıbsa borular, müayinə zamanı da açılmış olur. Ona görə çox vaxt boru müayinəsindən 1 ay sonra, 2 ay sonrasında xəstələrimiz hamilə gəldikləri olur. Yəni, bu da onu göstərir ki, boru müayinəsinin belə, yəni, belə deyim, müayinəsi zamanı belə borularımız açıla bilir. Amma boruda əgər təkrarən hər dəfəsində boru bağlanması baş verirsə, qalmağı. Qız uşaqlarında vulvovaginitlər, senihiya və lazer müdaxilələrindən danışdıq. Bu hansı ki artıq uşaqlara yox, təbii ki böyüklərə nəzərdə tutulub. Bundan bağlı da çox sayda suallarımız var. Doktorun özü ilə əlaqə saxlamaq istəyənlər üçün 055 766 33 30 və bir daha qeyd edim. Doktorumuz Mediland Hospitalda fəaliyyət göstərir. Uşaq ginekologiya mərkəzinin rəhbəridir. Cərrah mama ginekoloqdur. Xəyalə xanım, mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Sağ olun, minnətdaram. Təşəkkür. İnşallah növbəti həftədə yenə buradan qız uşağı valideynlərinə səslənəcəyik və məhz onlara faydalı olmağa çalışacağıq. Qısa aradan sonra davam edirik. Gözünüz bizdə olsun.